Aynada niyə dəvət eləmişsiniz ki? Ya gələcək günlər eləyək onda. Eləyin, gəlsinlər, çağırın tək gəlib otursunlar, sürücülərin verdiyi suallara cavab versinlər. Amma mən sizə deyirəm, indi oradan gəlsinlər. Konkret şablon cavablar verəcəklər. Vəssalam, şablon. Çünki onlar hansı qurumu təmsil edir? Müəyyən çərçivə var, ondan kənara çıxa bilməzlər. İstəsələr belə çıxa biləcəklər. Şablon qərarda nə göstərilir? Bu göstərilir, düzdür? Sizə onu deyəcək. Onun əsaslandırmaq, o fikirlər var, niyə bu oldu, niyə belə olmalıydı, belə səmimi formada da ondan izahını verməyəcək. Şablon cavab istəyirsən, asli qərar var, qərarda o göstərilir. Elə onu verilən suala görə onda cavabındır. Şablon cavabla məsələ düzəlir. Gələcək eyni qaydada şablon cavablarla yola verəcək şeyi. Saat bitəcək və hə, verişi yola verəcək. Sağ olun dəyərli dostlar, efir yekunlaşdırırıq. Hə, sürücüdə sual ver. Mən avtobus zolağına niyə girə bilmirəm? Olmaz. O konkret deyirəm də, avtobus zolağında avtobuslar üçün nəzərdə tutulub. Avtobusda 80 dənə müştəri aparılır, sərnişin aparılır və 80 dənə 80 avtomobil nəqliyyat vasitəsini əvəz edir falanlar və qayıdacaq ki, bəli, yol hərəkəti qanununun 39-cu maddəsində göstərilir ki, digər nəqliyyat vasitələri 40-40 xəttdən avtobus zolağına daxil olub, müştərini düşürdü, mindirir və növbəti 40-40 xətt. Bundan artıq cavab gözləməyin də, mən onu deyirəm. Aynı əməkdaşı gəlib sizə, onu deyəcək. Və sual verəcəksiniz, taksi nişanlarının niyə təmin olunmur? Məsələn, hansısa bir sözü, yaxşı, avtobus zolağına qoymuşsun daxilmağa. Avtobus taksi nişanlarının bugünkü gün şirkətlərlə, mən sizə konkret deyirəm, bu cavabı gözləyin. Şirkətlərlə bəli, qarşılıqlı işlər aparılıb. Bayaq başda dediyim, yeni belə deyək də, ən çox müştərilərin düşdüyü və mindiyi yerlər araşdırılır. Araşdırma nəticəsində bəli, biz o yerlərə taksi nişanlarını quraşdıracağıq və bununla da taksi sürücülərinin rifahını yüksəltmək indi məcazi mənada. Şablon, vəssalam. Onda sürücülər şikayətini bildirməsinlər də. Bəs mən də mən deyirəm indi ora gələcəm. Sürücüyə kütləvi şəkildə şikayət ərizəsi yazılıb məhkəməyə müraciət etsin. Ki, aynalı bizlərə. Bəli, əlbəttə niyə də verməsin ki? Məndən istəyirsən mənə vermirsən. Niyə? Ver də mənə taksi duracağımı da. Ver də mənə taksi qiymətlərini. Niyə vermirsən? Elə bir dənə şablon söz var ki, biz taksi qiymətlərini tənzimləyən qurum deyilik. Mən neynim indi? Sən o qurum, sən taksini tənzimləyən qurumsan, amma taksinin qiymətini tənzimləyən qurum deyilsən. O mənim problemimdir. Elə də ver də, onu mənə ver də. Vermirsən axı. Nə taksi nişanlı, nə taksi qiymətlərini. Elə bir ucdan deyirsən ki, qərarda bu göstərir, mərhələli şəkildə həyata keçirir. Mərhələli şəkildə həyata keçirir. Başa düşdüyü gördüyünüz müsbət işlər də var. Mən onu inkar eləmirəm. Amma nəticədə görmədiyin işlər var. Yaxşı, o ideya indi hər şey birdən-bir olmur da. İndi biraz da səbirli olsaq, gözləsək, bu hamısı düzələcək. Yəni mən bu gedişdən qiymətlər barəsində heç nə gözləməsinlər. Və elə sürücülər bu formada cərimə tətbiq olunacaq, bu formada ikinci zolağın cəriməsi olacaq, avtobus zolağının cəriməsi olacaq. Elə deməklə deyir ki, 40-40 xətt. 40-40 xətti ver də mənə avtobus zolağına. Neçədən yerdə gəlin gedək video çəkilişdən görsədək, neçədən avtobus zolağında və həmən 40-40 xətt harda başlayır, harda bitir. Elə bir gör onu tapa bilirik. Neçədən yerdə var o ki? Çox az sayda. Bunu elə şablon deməklə deyil də. Elə nə bilim buradan deyirsən ki, get onu al. Getsən başqa sahibkar sənə əlavə edibsə, ikinci dəfə əlavə olunmazsan. Başqa sahibkarın maşını sürürsənsə onun post terminalı olmalıdır. Nə bunları deməklə deyil. Sənə adiyyəti olmayan işlərlə məşğulsan, adiyyəti olan işlər qalıb kənarda.